Dünyada görüm kim var? Sen de dalında diyanan göre kim gelecek? Sana göre. O ere gittiğin kişi görüm geleceği. Harda da o kişi bir çıksın ortalığa göre. Yalandan toylayıp cemaate ere gitmişsin. Sabah sana göstereceğim. 2 gündür susuram. Deyilən ayıbı yoxdur, səyidədir, dostumuzdur, əsəbləşir. Bir dəfə çıxdı, bir dənə qıza söz oldu. Bir dəfə çıxdı, ona buna etdi. Elə bir bu tərtəmiz adamdır. Bu deyir ki, namusdan qiriyyətdə, Tolik'in bacısı da namuslu qiriyyətlərə girib, nəsli o, Tolik özünəsə çox ola bilər. Amma sən kimsən, narkoman. Sən gözləyindirsən. Sən onu birinci zəngündə etdim, ha, mənim kanalım kimindir, nədir, ha. Onu sənə gidizdirəcəyim sabah birinci gün gözlə. O dəqiqə ayıldın hə orada. Dedin ki ben elə söz deməmişəm. O dəqiqə ayıldın. İndi Brilliant Dadaşova gül otursun orada görsünlər məndə çoxdur adam yok orada. Hamısının dalında vedrəsi var. Heç mən qarışıq. İstənilən o kişi müğənnisi, qadın müğənnisi dallarında vedrələri bir üstünə boydadır. Amma çıxıb elə namusdan, qiriyyətdən danışırlar. Mənə deyirsiniz özünüzü. Mənə tanıtdırırsınız özünüzü. Mənə tanıt. Bu nədir seçiminiz? Yox, elə. Mən onu düşünmürəm. Saxla bir bax. Denəm. Mənə özünüz tanıtdırırsınız. Siz açandan qiriyyət namus nümunəsi oldunuz. Nənəsinin üzünə milyonların qabağında tüfrən tapmışam. O video verə bilmək izlədimsən. Nənəsinin üzünə tüfrən gəlib mənə namus qiriyyət dərsi keçir. Az ki, nənəvin qəbrinin üstündə bir rahatçılıq istəyir ondan. Azərbaycanda ən lüt gəzən sənsən, Səndən o yana yüz gəzən yoxdur. Çuşqa deyir efirlərə, kül bu aparıcıların başından. Səidə kimdir ki siz Səidə? Kimdir Səidə? Səidənin nəsli gələ ondan qorxmalım. Səidə kimdir ki siz Səidədən qorxursunuz? Bütün televiziyalar deyir ki, çuşqasız, bardilsiz. Bardil sənsən, getdiyin məkanlardır bardilxana. Sən kimsən? Çıx bu cəmiyyətin içine görə kimsə nə deyir? Sən də öldür cəmaata çıxıb ağzından çıxan deyəm. Özü lüt gəzir. Mənim ayıbı mənim özümdə deyil. Mən nənəmin qəbrinə, nənəmin üzünə tüfürməmişəm milyonların yanında. Sənə vaxtın qəhrəmanı oldun ay qız. Sənin döşübü deyirlər. Döşün sənin günahını deyir. Onu mən deyirəm. Bilmədin paltardı çıxdı da indi onu bilirəm. Amma sən də nümunə döyürsən axı. Sən məndən betərsən. Sən məndən betərsən. Əgər qoysaq tərəziyə sən məndən ağır gələrsən. Sən hansı qiriyyət namusdan danışırsan? Mən də alışa bilərəm. Sənin bacıma canım qurban olsun. Pəriyə qurban olun mən. Namuslu, qiriyyətli, abrlı. Sən hara özünü soxmusan o Varavskoy qaquşlarınla. Kimdir o qaquşların? Biri yıxsın məni. Biri yıxsın məni görüm. Sən açandan belə vorzakon olmusan bu show biznes səndən qorxan olub. Sən kimsən? Hansı sənətindən? Vəfa Şərif olan Kəmaləni bəyənmir. 8 Mart'ta Kəmalə ilə bir yerdə afişaları var. Pula görə onlar belə olmaz. Siz kimsiniz? Bu cəmiyyətə nə xeyrun var? 100 dənə uşaq əməliyyat elətdirmişəm. Sən neynəmişsən? Türmələrə produkt taşımısan kimlər üçün? AOY'lər üçün? Kimlər üçün? Sabah səni verilişdən sonra yox, qabaq 7'də durub şikayət edəcəyim. Birinci deyəcəyim ki, bunun qanı yoxlansın. Görün bu danışanda özündədir ki, bu jargon sözlərdən istifadə edir. Vaqif Gərayzadənin tələbəsidir. Vaqif Gərayzadə Allah satdı bilmim. Kimdir ki? Bəstəkar da Vaqif Gərayzadədir. Sənətin var. Bu cəmaat vəfanı sevir. Mən neyniyim? Vəfanı dalaycan danışır. Mənə ağzından çıxan səslər yazılıb məndə. Məndə telefonda hamısı yazılıb məndə. Səidə, o birinci zəngündə ki, sənə etdim ki, bilirsən mənim kanalım kimin bacısının da o dediyin sözəcən yazılıb orada. Sabah hamısına bir cavab mən susurdum. Sən mənə söz deyə biləcək və qiriyyətdən, namusdan danışacaq məndən sonraki adamsan bəlkəm desən. Səndən lotlanırsan, səndən qorxan, sənin qabağına bir-iki dəfə söz demədilər. Nadir yığdı ki, oradan işin olmasın, yazıqdır, bəlkə belə, o birisi buradan deyir. Sən özünə belə bomba adam göstərirsən. Kimsənsin? Xalqla çıx. Sən xalqın var, xalq səndən övün üzünə tüpürdüyünə görə sən cəmdəyivə tüpürdü. O boyda yaşlı arvaddan halallıq almadın, öləndə. Sən mənə götürüb deyirsən ki, sən belə, mən üzlərin ağlandı, sən mənim yanındaydın, amma sənin hərəkətlərində mən sənin yanındaydım. Sən hara getdiyində mən sənin yanındaydım. Səidə,
Bu ölkədə Allah ya sənə verəcək, sabah sənə Allah verəcək, ya belə mən cəmaata sübut edəcəyim ki, bu ölkədə qiriyyətdən, namusdan danışırıq, ən axırıncı adam sənsin. Mən qələt eləyərəm, çıxaram, hansısa verilişdə xalqıma qiriyyətdən, namusdan danışıram. Amma sən hallanıb, mallanıb, zırranıb, mırranıb, çıxıb cəmaata, sizin belə svit, sən türmədə yaşayırsan, bizə svit oymuyorsun. Mən bilmirəm, svit oy nədir. Səndən sonra bilmişəm. Sən o türmədəki qaqaşların indi mənə zəng vurub deyərlər ki, Səidədə işin olmasın. Amma mən səndən sabahları lazım olan yerlərə şikayət edəcəm. Bölməsə də yox, lazım olan yerlərə səndən şikayət edəcəm ki, sən bu cəmiyyətdə kimsən? Sən bu cəmiyyətdəki müğənniləri bəyənmirsən. Az sən kimsən televiziyalara deyirsən ki, siz Priton sənin getdiyin, oxuduğun məkanlardır. Bildin? Düzəlt bunu atam. Yox, düzəlt gedək. Yox, çıxmıram, düzəlt gedək, gəl bura atam. Bir daha bunu düzəlt. Sən götürüb mənə girmişsən, birlər də saxla. Özün saxlayın, necə ki, saxlamısan stayan qədər. Mənim şəkərim onsuz qalxır indi. Dərman içeyim. Yox, səhər bundan şikayət edəcəm bu narkomanı. Geçsin analiz versin. Mən sənə şikayət edəcəm. Elə indi gelib şikayət edəcəm. Güzel saçımı durub gedirəm indi. Mən indi gelib şikayət edəcəm. Yox, çox qaldırma. Bu dəqiqə giyinib gedirəm. Sən kimsən az xalqın müğənnisi çuşqa deyirsən, efirlərə deyirsən ki, siz çuşqasız, pritonsuz. Sən kim bu haqqı verir? İndi bana bu dəqiqə giyinirəm bu canlı yayında. Gedirəm səndən şikayət edirəm. Özü düz qoratlərə gedirəm. Səbr elə. İndi gedərsən o AOY-lərə deyərsən, mənim qabağımı tutalım. Brilliant kadar şu beni 3 gün bundan kadar ben toyda oturmuştum. Ama sen orada oturmuştun Allah bilir. Yok biraz evde bunu böyle de kaldırmadı. Gözdeyi giyinirəm canlı yani gedirəm. Şimdi kulağın otur yani bir de giyin mənə baxın. Belə kaldırmadı yok. Bak belə eləmə. Ya. Buran güzel. Zəhmət olmasın. Nənəsinin üzünə tüpürən, xalqın qabağında lüt gəzən, baldırından qabaq gəzən çıxır mənə deyir ki, sən əl elə, mən əl eləmişəm ki, məsələn. Sən 3 gün dözdüm, elə bildim səndən qorxur, ha? Səndən qorxan sənin tayin olsun, ha? Sara zibilirsən, mən səndən qorxurum. Günün bilinmir, gün ortan bilinmir. İndi bu, bax indi. İndi sən sabahları gedərsən, bütün mənim yazıldığım səslərdə cavab verərsən. Aş yiyirdim, mən aş yiyirəm. Xalqımla bir çıxaram üstündən. Hansı xalq? Hansı ki, nənövün üzünə tükürdün, sənin üzünə tükürdülər? O xalq? Nənəsini hələ o gün, o vaxtda canda bağışlamayam. O xalqı deyirsə Səidə, mən sənə o xalqı göstərərəm bu günləri. İndi mən sənə göstərərəm ki, yaxşıdır abi. Düzət dalıb, düzət giyin gedim. Düzət. Yox, indi gedirəm. Səs yazıları məndə, danışdığı bütün səs yazıları məndədir. Hamısı indi gelib qoyacağım ki, dünənləri loplanmışdı kimlərinsə yanında. Deyirəm, mənim kanalım filandı, deyir, filanda. İndi sən gələrsən. Mənlə gözləyirəm, görüm sən artıq qopacaqsan. Sən qəhrəman oldun, mən səndən qorxacağım. Allah vurub sənə, sənin o AOY dostların var, barı qalar. Narkoman dostların, gələr mənə indi söz deyər. Gör kim bizə çıxıb, xox gəlir və kül bu aparıcıların başına. Buna cavab vermirlər. Mən sabaha gözləyirdim. Deyirdim, mən sabah cavab verərəm də. Sən mənə girmişsən Brilliantın səhifəsində. Mən lazım olsa atam Tahirə hərrəmirəm. Sən mənə xalq artistsə də. Sən kimsən az? Sən və səni dəstəkləyənlər kimdir ki? Bu cəmaata sözsüzdə. Siz kimsiz axı ki bu müğənniləri bəyənmirsiniz? Kimsizdəsiz? Televiziyalara söz deyərsiniz. Siz kimsiz axı? Mənə deyin, kimsiz? Devlətə devlətçi, devləti sevməyən müxalifət yönlü ünsürlər. Hər dəqiqədə devləti pisləyənlər sizsiz. Abim, çox sol, narahat olma. Yox, mən indi giyinəcəyəm, gedib bundan şikayətimi verəcəyim ki, bunu səhər çağırsınlar, bunu bir yoxlasınlar, qanunun adını görək bu özündə olur, çıxıb jargon sözlərdən istifadə edəndə, Azərbaycan televiziya məkanlarını söyəndə,
Onlara deyəndə ki, belə, nənəsinin üzünə tüpürdüyü dedilər, əybi yoxdur, nənəsi də özü bilər. Sən kimsən, az cəmaatın bəyəndiyi insanlara, müğənnilərə fikir bildirəsən. Sənin güvəndiyin o AOY-lərə, mən bilsin də papışını gedikərəm də. Bu ölkə AOY ölkəsi deyil, sən bu ölkədə lopuluq eləyə bilməzsən, ha. Bu ölkədə qanunla idarə olunur, hər şey. Sənin kimi jargon sözlər istifadə edənlərlə yox, ha. Ağlıvı yığ başıva. Mən İsa dünəndən deyir, cavab vermə. Çıxıram yayıma deyirəm ki, əybi yoxdur, Səyidi dostumuzdur, çox şey düz deyib. Nahaq yerə biz o bəzi... Amma sən, qarpız almaya, sən canıva alaram mən. Git sən nənövün qəbrindən utan birinci, az. Git özüvə bax, gör, nə giyinirsən sən, az. Öz giyimlərvə bax, heç namus qiriyyəti qoy yerinə. Öz giyimlərvə bax, nə gündəsən, az sən. Sən nə gündəsən? Sən kimsən bu xalqın adından danışırsa? Sən bir ildə it dəftərində adın yoxdur. Nə gündəsən sən? Zırrana gəzirəm. Hallana gəzirəm. Hindi çıxıb qəhrəman olub. Özdə ki, mən sana atıram qarta. Fahişələrə söz demişəm, onun acığına gəlib. Namuslu qiriyyətli qadın çıxıb deyərdi ki, müğənnilər fahişəli edirsə qoymayın efirə. Deyirsən, heç kimin şəxsi həyatına qarışa bilməzsən. Düz deyirsən, fahişəli eləyin, onun bunun kişisini əlindən alın, pul qazanın, heç kim də sizin haqqınızda işlədiməsin. Nətər olur bu? Nətər olur bu? Dəstək duranların biri sevgilisinin yanında saxladı, sonra qohum oldu. Biri 3 ay əri ilə boşandı, bütün televiziyalar danışdı. Biri getdi Dağıstanda oğlan sevgilisi tapdı özünə ki, bəlkə oğlan sevgilisi buna əməkdar adısı verər, alınmadı. Siz mənim yanımda nədən? Mənim bir aybım var. Nə deyəsən? Yanımda olmuşsan? Yanımda olmuşsan? Yanımda olmuşsansa dilən görün mənə. Amma mən sənin yanımda olmuşam, bilirəm hər şeyi. Mənə dilən deyir ki, biz bilirik nə var, nə yoxdur. Sənin o güvəndiyin o ayrı qaqaşlar var, ha. Onlar sənə yalnız deyə bilərlər, belə bomba qızsan sən. Sən özün üçün bomba qızsan. Narkomanın təzəsi köynəsi olmur, bilirsin. Patıdan iniyirlər, özlərində olmurlar, çıxırlar. Gör kim çıxır, aparıcılara deyir ki, siz az kür bu aparıcıların başına ki, bu çigitkə boyda Səyidi, sən kimsən axı? Biz səndən qorxu, haranın tulassan sən? Kimsən, sən keçmişin yadından çıxdı. Nənövün videolarını sildirdin bütün sosial şəbəkədən. Elə bildin bizim yadımızdan çıxdı ki, nənövün üzünə sürdün el üzü verilişində. Nə tez yadından çıxdı? Nə tez? Nə tez namus qiriyyət əbidəsi oldun sən? Nə tez ki, yağışlar yağdı, çatdaqların üzü bağlandı? Nə tez? Qaşınırdın, bunu istəyirdin yada salım. Elə bildin ki, məndə yoxdur o video, paylaşa bilməzdim. Məndə o video bu dəqiqədə var. Prosta mən Pəriyə o qədər çox istəyirəm Pərini ki, mən Pəriyə görə onu eləməyəcəm, amma səndən əl çəkməyəcəm. Sənin mənə o dediyin bayaq söz var deyə, səni it kimi üzr istətdirəcəyim bu ölkədə özümə. Bilirsən də səndən artıq pulum da var. Verəcəyəm 3 dənə vəkilə, sənə gidizdirəcəyəm ki, buradan da o bəzi yaltaq aparıcılar deyir ki, kül sizin başınıza. Gör kimdən qorxursunuz? Sizin televiziyalara deyir ki, siz çuşkaların poxu olsun sizin ağzınıza. Rayonları bəyənmirsiniz, çuşka deyirsiniz. Rayonları bəyənmirsiniz, çuşka deyirsiniz onlara. Siz aran zibil olmuşsa narkoman yığını, çuşka deyirsiniz rayon cəmaatına. Siz kimsiz ki? Yo, mən söz söyməyəcəyəm. Mən söz niyə söyləyirəm ki? Mən oyam, bəyəm hallanım ya da zırranım, götürüm ağzımdan çıxana deyim. Mənə deyir ki, belə elə. Sən Brilliant Dadaşov'a güvənib deyirsən ki, belə elə. Brilliant Dadaşov mənə atıb səni tutacaq. Hüseyin, sən Vəfanı bəyənmirsən, səsində mənə deyirsən ki, Vəfanın bic doğduqları, sən Vəfanın yanındaydın bic doğanda. Heç olmasa Vəfa ikisini doğub, sən heç birində doğmadın, yalandan ərə gedirəm deyib toy elədin. Nə ər var, nə zər var. Sən kimə danışırsan, Sənin ərin olsaydı, sən çıxıb bu cəmaata belə danışmazdın. Əri var cəmaatın. Preçom tut. Mən o yayımdan salam var, kimdirsə, sən boynumu sabah qaşıyaram, mən, ha. İndi siz başa düşdünüz dünyada nə var, nə yox. Vəfanın daşı düşüb bunun başına. Telefonda mən götürən kimi veririm. Var da səslərin hamısı yazmışam da, hamısı məndə var. Vəfadan nələr danışır.
Amma Vəfa ilə 8 Mart ay işığında bir yerdədir. Mən də bayaq paylaşmışdım ki, bu yanda Kəmalə Günəşli, bu yanda Vəfa Şərifova. Bu yanda da Səidə. İşte o. Mən 2 gündür susuram. Tolik danışma, Səidədir, özümüz kidir. Səndən qorxan sənin tayın olsun. Sənin yanındakı o qaqaşlarva da nə istəyirsən deyim mən belə. Ən yaxşısından tutmuş, ən pisinəcən. Nömrəmi də bilirsən, ver onlara mənə zəng vırsınlar. Davay. Sizdə də bundan yoxdur ya, vırasız zəng ya bundan. Yoxundur ha bundan. Ətrafındakilərin bundanı yoxdur, yəni zəng vırsınlar. Vırsınlar görüm. Всё Səidə. Bugündən oyun qutardı. Səninlə açıq müharibə elan edirəm. Səndən şikayət edəcəm. Sənin özündə olmadığın vaxtda Azərbaycan televiziyaları haqqında dediyinə görə səndən şikayət edəcəm. Mənə bayaq söylədiklərimə görə səndən şikayət edəcəm. Və səni inşallah ki lazım olan yerdə yoxlayarlar və qanun təmiz çıxarsan. Çıxmasa vay sənin aldı. Və mən buradan yenə də deyirəm sənə, sən 3 gündür danışmıram, soxmuşam dirimi dinməz yerinə, yayıma girirəm. Deyirlər ki, Səidə, deyirəm düz deyir. Amma səndən yox ha, sən əhatəndə olan müğənnilər var ha, kişi cildində geylər var ha, onların heç birindən qorxmuram ha. Kişi cildində geylər var ha, ən yaxın dostun gedirdi, gəlirdi ya tez-tez Dağıstana. Və burada biri var ha, özün bombab, ondan tutmuş sənə dəstək duranlar var ha. O geylər var ha, biləsən ki, olan heç birindən qorxmuram. Yəni bunu sənə deyirəm açıq şəkildədir. Və sənə görə Luboy oğlan mən zəng vurmağını gözləyirəm, amma inanmıram ki zəng vursun. Amma sən bu xalqa qiriyyət namus keçməkdənsə birinci yadında salardın ki, mən nənəmin üzünə tüpürəndə, 10 milyonun üzündə nənəmə bu belə eləyəndə, o xalq səni 6 ildən sonra yadına düşüb səni dəstəkləyəcəkdi. Xalqın yadından çıxıbsa mən xalqın yadına salıram. Həmən Səidədir ki, nənəsinin üzünə tüpürdü. Sonra çıxdı Elcanın canlısında padruqasını bildi. Bilmirəm, mən bağışlamamışam heç kimi. Heç olmasa mən anam atam üçün ağlayıram. Mən nə poxda olsa ağlayıram heç olmasa. Sən özündə döyürsən. Bu xalq səni dəstəkləyəcək. Xalq səni dəstəkləyəcək bu hərəkətvə görə. Sən deyirsən sənin dalında kim durub. Və sənin dalında kim durub? Auya qaqaşlar. Neyniyəcəklər mənə? Neyniyəcək o qaqaşlarım mənə? Yıxsın biri mənim nömrəmə görüm. Yıxdır da bir dənə o qaqaşlarından birini. Mənə lazımdır hədiyyə. Girmişsən orada diyan. Sən mənə diyansən, hə? Bir il efirlərə çıxmırsan. Atamın ayağının altına ki çıxmırsan. Gecə yatıb səhər dura bilmirsən, ona görə çıxmırsan da. Ağzımı niyə açırsan ki? 10 dəfə Nadir mənə deyir ki, eləmə, lazım deyil. Ola bilər özündə deyil bir şey. Sən kimə gəlirsən az burada? Kimə gəlirsən az sən bu ölkədə? Sən kimsən axı? Çıxdığın sevincə bir söz dedin ki, əxlaqdan danışmır. Nə oldu ya, əxlaqlı sən oldun, 40 dənə adam dəyişmirsən bu həyatda. Yoxsa yalandan vaxtında Emil Bədəlovla əmişmək şəkilləri sarışır. Mən banan ağzımı almışam. Sən ki yalandan qıçıvı qaldırıb Eminlə əmişmirsən ki. Sən hansı qiriyyət namusdan danışırsan mənə? Mənim poxum varsa səninki məndən çoxdur. Mənə deyir qadına fahişəlik yaraşır. Qadına fahişəlik yaraşmır. Namuslu qadına fahişəlik yaraşmır. Səslərimi verəcəyəm. Deyirsən, qadına verməyə yaraşır. Hər qadına yaraşmır o. Namuslu qadına o yaraşmır. Yoxsa yadından çıxıb dünən danışdığın. Səhər də çıxıb deyirsən ki, mən emosiyalarım. Sən emosiyada döyürsən. Bütün müğənnilər zəng vurdu ki, özündə döyürdü. O danışanda hallıydı. Nə danışırsan? Sənə bir gün sustum, 2 gün sustum. Dedim, əyibi yoxdur da. Səidə pis qız deyil. Amma yox, Səidə, mən səndən qorxmuram. Özünü yığışdır Səidə. Mən heç nədən qorxmuram. Mən o efirdən çıxaram. Səninlə bu həyatda mübarizə apararam. Və sənin güvəndiyin oğlanların birini də götü çatmaz mənə sətisin. Sənin o görüşdüklərin var ha, kuruğun var ha. Necə ki, vaxtında bir Türemşiklə görüşürdün, ne? Biri bir söz deyə bilməz. Bu ölkə lotuların ölkəsidir. Bu ölkə qanunla şey olunub. Bu efirdən gedərəm mən. Səninlə ölümünəcə müharibəyə gedərəm. Sən nə danışsan, çıxdın orada 5-10 nəfər sənə. Ay Allah, Səidə qəhrəmandır. 1000 manata görə gelib Vəfa Şərifova ilə oxuyan adam, səhnəyə çıxan adamın qüruru yoxdur. Yoxdur da.
Yoxdur. Mən Balkan satda öyrəmir, kişim yanıva. Ərviz yığdı sizə, ərviz zəng vurdu sizə, bəli, ərim zəng vurdu. Yalanlayan var yoxunu belə-belə eləyim mən. Eləyim, nəsli belə-belə olsun yalan deyənin. Çıxıb, mən indi dedim əyibi yoxdur da, düzdür. Əslində, onun sözlərinin bəziləri düz idi. Biz nahaq yerə bəzi çuşqaları, mən bunun afişasını görəndə bu çuşqalarla gic oldum ki, bu nətər olur? Bunlar pula öz sözlərini, bunlar öz arasında bomba adamlar, qaqaşdılar bunlar, qaqaşdılar. Bundan sus. Qaqaşsınız siz. 1000 manata görə geyib niyə oxuyursan ay işığında? Vəfanı səndən orada çox adam istəyir. İnsan o vəfa qonağımdır, sənin səsini ona dinlətdirəcəyəm. Deyəcəyim, apar ver məhkəməyə, sənin uşaqların üçün açıq aydın deyir ki, belə-belədirlər. В полицию я сейчас это сделаю, сейчас. Elə mi bu türmədə satdı? Mən Qurana and olsun. 47 yaşı var, svitoy, müstoy bilmirəm nədir. Qurana and olsun, bilmirəm nədir. Gör bu çıxıb ağzından nələr danışır. Və buna cəmaat, buna əl çalırlar, bu da sevinir. Mən Pəriyə görə 2 gün sustum. Dedim, Pəri mənim bacımdır, amma sən yox. Pəri mənim bacımdır. Pəriyə mənim canım qurban. Amma sənlə Dadiba gedəcəyəm. Sən ki mənə orada o sözü dedin, mən özümü saxlayırdım. O sözü mənə düz, sən o sözü yedizdirəcəm. Mən sən dediyindən çıxmasam, sən amma narkoman çıxsın, mən sənə deyəcəyim ki, sən mənə uduzdun. Mən sənə sübut eləyəcəyim sabah. Ən ucuz da patıdır deyirlər. Ən ucuz patıdır. Patı, səhərəcən gül yuduzdurmaq olar qanından satdan. Amma buradan gizlincə deyim ki, iş əməkdən çıxır ha, biləsən. Analiz iş əməkdən verəndə çıxır o. Yəni onu bilin. Yaxşı, yəni gecə gedib qan yuduzdurmaq olar. Amma sididə qalır, nə qədər eləsən qalır. Səhərəcən bir 100 litr su içsən bəlkə, o da inanmıram. Anatomiya insanların bilmirəm. Nə zaur dilləndi, fikirləşdim ki, bundan niyə qorxurlar? Hamı da deyir ki, qorxursunuz. Dedim, yox da indi Səidət də bizimkidir. Danışmayaq, qoy desin. Əslində lazım deyirlər çıxardım. Ay qız, deyirəm efirimə gəl, deyirsən yox. İsa sənə deyir efirinə gəl, deyirsən yox. Pərvizlə danışmışam, Pərviz deyir, mən deyir efirimə. Siz gəlməyəndən sonra biz kimi çağıraq efirə? Sən gəlmirsən, Natavan gəlmir, obrisi gəlmir. Axırıncı dəfə efirimdə olmuşsan, qəşəng reyçik. Sən gəlməyəndən sonra biz də bunlara möhtacıq da. Zəng vur mənə deyirən ki, ayıb olsun sənə, Tolik. Bu nədir belə? Mən də deyərəm ki, belə-belədir. Yox, sən çıx. Özünə xalqazam və biz də səndən qorxuruq. Dilimizi saxlayırıq. Biz səndən niyə qorxmalıyıq? Sən bizə niyə niyəcəksən ki? Sən kimsən ki bizə niyə niyəsən də ki? Sənin dalındakı kimdir ki, narkomandır, nə bilim, AOY-dir, kimdir? Bizə niyə biləcəyik? Biz hansı ölkədə yaşayırıq ki, sən bizə xox gələsən? Hansı xalqdır sənin dalında duran? Burada 40 bin adam mənim yanımdadır. Mənim yanımda dünəndən mənə bir sən kimlər zəng vurur? Deyir, o nənəsinin üzündən tüpürməyə yadından çıxıb. Ay Səidi, yadından nə tez çıxdı, qurban olub. Nə tez oldun Azərbaycanın namus qiriyyət abidəsi. Harada sənin üçün bir dənə namus qiriyyət abidəsi qurum mən, Səidə? Harada qurum? Soxdun içivə. Sən lazımdır mənə it ağzı. Mənim nəyin var itirəsi? Sənin kimin var mənə zəng vurub nəsə deyiləsi? Kim sənə görə mənə zəng vurub nəsə deyəcək? Atmayın. Kim? O dünən telefonda mənə dediyin sözlər. Mən bu ölkədə ən axırıncı adamam ki, namusdan, qiriyyətdən danışan yox. Mənim bacımın namusuna nə gəlib? Mənim özüm poxam. Sən məndən betər poxsan. Sən məndən betər işlər görmüsən bu ölkədə. Ağlıma gəlmədi, bir müxalifət yönlü çıxışlar edirdin, sən sakitləşdirdilər, biraz sakit ol. İçində yenə o qalıb mənə telefonda deyirsən ki, sən filan kəsvidir. Yaxşıdır, salamatçılıqdır belə. Sən kim vadar edir bu sözləri deməyə? Hansı qaqaşlar, hansı lotular sənə bu sözü dizdirir? Hansı o jargon? Sən qadın olaraq çıxıb bu sözləri necə danışa bilərsən? Televiziyalar, aparıcılar, hamımız çıxıb, kül aparıcıların başına ki sənin qabağından yiyiblər. Kül o aparıcıların başına ki səndən qorxublar. Səidə, nə baş verir? Nə olub?
Sabah, səhər efirdə bundan betər olacaq. Bu hələ kinodur. Səsləri verəcəyim efirə, Vəfa da qonaqdır. Düt-dütlə verəcəyəm. Ürəkli qızsan çıx deyərin ki, Tolik, sən belə-belə olasan. Zaur Kamal, sən o qızı niyə çalırmısan? Belə-belə olasan. Zaur Nəboğlu, sən niyə belə-belə olasan? Sən duxun yoxdur, at çəkməyə, hamımıza deyirsən üzləniraq, hamımıza deyirsən narkoman. Və sən nəsən? Sən nəsən? Sən kimsən İlləri Abdullayevasan ki, mən sənin qabağında danışmayayım ki, namus qiriyyətdir. Sənin bacıva mənim canım qurban olsun Pəriyə. Onun əllərindən öpürəm. Sən nə zibilsən? Mən atama görə, anama görə efirdə ağlayıram. Atamın 2 dənə qəbri, anamın da, atamın da, analığımın. Qəbir daşının biri 6000'dir. Mən sənin kimi nənəmin üzünə tüpürməmişəm. Mən sonra da çıxıb, mən xalqla sizin üstünüzdə keçərəm. Hodri meydan deyirəm sənə bugündən. Hodri! Sənə görə də mənə burada yazırlar. Heç kim dostlarımızdan mənə yazmasınlar. Mən indi dururam, əynimi giyinirəm, gedirəm lazım olan yerə ərzəmi də yazıram. Səhər də saat 9:30'da Santa Barbara serialının davamı gəlir. Bu Azərbaycan devlətində bu televiziyalara şəhid analar da çıxır, qazilər də çıxır. Böyük insanlar da çıxır, dindarlar da çıxır. Sən kimsən az özündə deyirsən, deyirsən ki, televiziyalar hamınız nə gündəsiz? Bardelsiniz, biz bardel deyirik, sənin getdiyin yerlər bardeldir. Biz pozğunxana yerlərə getmirik, evimdə otururam. Sən ama hansısa kafedə oturmuşsan kimlərlə indi? Qaquşlarla, bunlarla, bəziləri ilə. İndi onlar da mənə zəng vursa ki, biz bomba oğlanıq. Necə o gün aparıcılara belə deyirdiniz ha? Sənin də ətrafında bundandılar. İndi gəlsinlər, mənə desinlər ki, o deyir. Mən sənə 2 gündür cavab vermirəm. İsa'ya görə Nəriman müəllim mənə icazə vermir. Bir də mənə 1-2 nəfərdir ki, eləməsəydi. Mən də çıxdım, özümü arsızlığa vurdum. Dedim cəmaata ki, bəli, sənin birinci danışığından razıyam. Biz gərik o qızları çıxartmayaydıq. Amma onları mən birinci çıxartmamışam. Corab məsələsini Zaur çıxardıb, əcəb edib. Sonra da o birislər çıxarıb. Çıxardın deyər ki, Tolik, ayıb döyürsənə, sən qıza görə efirdə zəng vurdular, dedilər belə elə. Sən çıxıb deyirsən ki, siz qiriyyətdən danışmayın. Niyə qiriyyətdən danışmayaq? Bacımın dırnağı da ola bilməzsən namus qiriyyətdə. Bacımın atılan dırnağı ola bilməzsən sən bu eldə, bu cəmiyyətdə. Sənin bacın Pərinin dırnağı ola bilməzsən. Mənim bacım Fatimənin dırnağının tozu ola bilməzsən. Nənəsinin üzrə tüfrən çıxıb mənə burada belə eləyənlərə deyir ki, belə eləyənlər, az belə eləyib sənin gözünə soxaram mən. Az Lilliput, Qaquş, başa düşdü? Əri var onu, ər, yox bir. Əri olan əri ilə oturur evdə, qaqaş. Svitoy belə getdi, mən də deyirəm, ay Allah, Svitoy nə deməkdir?